Kiyevdən baxanda Ukraynanın iqtisadi vəziyyəti sanki müsbət təəssürat yaradır. Küçələrdə alış-verişə gələn çoxsaylı insanları və tacirləri görmək mümkündür. Ancaq Dragon İnvestisiya şirkətinin idarə heyətinin rəhbəri Dmitri Tarabanik bu mənzərənin əslində aldadıcı olduğunu deyir. Tarabanik deyir ki, Ukrayna indi uçurumun bir addımlığındadır və bu uçurum tamamilə aydın görünür. Ötən ay Beynəlxalq Valyuta Fondu Ukraynaya 16,4 milyard dollar məbləğində borc ayıracağını açıqladı. Bununla yanaşı, mütəxəssislər hələ də ölkə iqtisadiyyatının sabitlikdən uzaq olduğu barədə xəbərdarlıq edirlər. İvan Lazoni Kiyevdəki Dövlət və Demokratiya İnstitutunun rəhbəridir. O deyir ki, böhranın Ukraynaya əsl təsirləri hələ qabaqdadır və ehtimal var ki, bu təsirlər artdıqca ölkədə siyasi sabitlik də pozulsun və etiraz nümayişlərinə yol açılsın. Müşahidəçilər isə Ukraynada sabitliyə ən böyük təhlükənin siyasi qarşıdurma olduğunu deyirlər. Onların fikrincə, Prezident Yushchenko ilə Baş nazir Timoşenko arasındakı mübahisələr artıq idarə etməni iflis vəziyyətə salıb və bu da onların rəqiblərinə daha çox xeyirdir. Xüsusilə də müxalifətdə olan Regional Partiyasının lideri Viktor Yanukoviçə. Yanukoviç prezidentliyə hazırlaşdığını və hazırda ictimai rəyin onun xeyrinə dəyişdiyini elan edib. Regionlar Partiyasından deputat Leonid Kozhara deyir ki, insanlar ölkənin hazırki liderlərinə etimadlarını itiriblər. Kozhara deyir ki, təəssüf bu ölkədə hökumətlə prezident öz gücünü iqtisadi problemlərin həllində cəmləşdirə bilmir. Onlar bütün günü siyasətdən bəhs edirlər, telekanallar və radiolar isə yuxarı eşalonda davam edən siyasi skandalla bağlı materiallar nümayiş etdirirlər. İnsanlar başa düşür ki, bu cür artıq yaşamaq olmaz. Prezidentlik uğrunda rəqabət aparan digər bir namizəd isə sabiq parlament spikeri, habelə vaxtı ilə xarici işlər və iqtisadiyyat nazirləri postunda çalışmış 34 yaşlı Arseniy Yatsenyukdur. Analitiklər onun qərbi yönlü Yushchenko ilə Rusiyapərəst Yanukoviç arasında nisbətən orta qüvvənin təmsilçisi kimi təqdim edirlər. Yatsenyuk hazırki rəy sorğularında 3-cü yerdə gedir. Onun Ukrayna iqtisadiyyatına baxışları isə nikbindir. Yatsenyuk xatırladır ki, ölkəsinin indi qarşılaşdığı dramatik vəziyyət qlobal böhranın təzahürüdür və bu təkcə Ukraynaya yox, ümumilikdə Şərqi Avropa üçün xarakterikdir. Ancaq o deyir ki, Ukrayna ilk dəfə deyil ki, böhranla qarşılaşıb və belə vəziyyətlərdən çıxmaq mümkündür. Vaşinqtondan Ələkbər Rafoğlu, Amerikanın səsi. We are to execute it as a challenge, as an additional option.